Yolumuz bata-bata, dağların öz dünyasını bizə açdığı o sehirli cığırlara düşüb. Avtomobilin pəncərəsindən boylanan bu mənzərə sanki insanı təbiətin ən saf üzü ilə qarşılaşdırır. Yol boyu gözümüzə çarpan təkcə dağların əzəməti deyil, həm də yol kənarında sıralanan piştaxtalardır. Görünür, Batabatın nemətləri buranın sakinləri üçün əsl ruzi qapısıdır. Rastımıza çıxan bu zəhmətkeş insanların əl əməyi bizi elə bir məqamda saxladı ki, biganə keçib gedə bilmədik. Batabat təkcə mənzərələri ilə deyil, həm də təbiətin bəxş etdiyi nemətlərlə də məşhurdur. Elə yol boyu satılan təbii bal və dağ bitkiləri buranın florasının zənginliyindən xəbər verir. Biz də yol üstü dayandıq və bu təbii məhsulların satıldığı məkana yaxınlaşdıq. Rəşid bəylə həmsöhbət olacağıq. Salam Rəşid bəy. Salam, xoş gəlmisiniz. Xoş gördük sizi. Neçə ildir bu işlə məşğulsunuz? Dədə-baba bu işlə məşğuluq. Atamla saxlayıb, indi də biz baxırıq. 2 qardaşıq saxlayırıq, təsərrüfatla. 550 ayrı təsərrüfatla işləyirik. Batabat balını digər ballardan fərqləndirən nədir? Çiçək növünün burada zəngin olması ilə əlaqəlidir ki, burada deyirəm ki, elə bölgələr var ki, buradakı çiçək zəngin növü o bölgədə yoxdur. Burada məsələn çiçək növü hədsiz dərəcədə çoxdur. Durub saymaqla qutaranmasan buranın çiçək növünü bir qədər çoxdur. Burada müxtəlif növ ballar vardır. Hansı növ ballar? Əsasən bizdə çiçək ballıdırlar. Məsələn, köylü çiçəklərin ballarıdır. Bəzi bölgələrimizdə akasiya bal var, cökə, qara tikan, fərqli ağac ballar var. Bizim ərazidə onların bir yemişən ağacı var. Bir də əsasən çiçəkdir də, bizdə çiçək balı gedir əsasən. Rəşid bəy, bizə göstərə bilərsinizmi? Təbii balı digər qatqısı olan ballardan necə fərqləndirir? Görsədim, yəni bir dədə-baba üsulunu görsədim əsasən. Burada məsələn deyək ki, balı qaldırırsan, belə deyək ki, küləkdir deyə çox qaldıramıram. Qırılmır, görsünüzmü? Məsələn deyək, fərqli üsullar da deyirlər, çox adam suya salır, eləyir, amma ən əsası biz dədə-baba üsulunu belə görsədirəm. Ən əsası laboratoriyada. Tam təbii baldır. Bəli. Burada həm pətək bal, həm də digər süzmə ballar var. Süzmə ballar var, çiçək tozlarımız burada varımızdır, propolisimiz varımızdır. İstəyən olsa indi burada deyək ki, ana südümüz olur, ana südü veririk, erkək arı südü deyirik, homogen deyirik, onu veririk istəyən olsa. Balla yanaşı həm də burada müxtəlif bitkilər də var ki, özünüz toplayırsınız bu bitkiləri. Bəli, özüm toplayıram. Hansı bitkilər var, nələrə faydalar var? Solma çiçəyi var, qaraciyər ödə xeyirdir, daz otu var, əsəb sakitləşdiricidir. Şarfeyin bir növü var, ada çayıdır, gedir, iltihabdan yanadır, soyuq dəymədən yanadır. Boyma dərəm var, köp sancıya xeyirdir. Belə də bəzi dərman bitkiləri bildiyimiz tam ki, məsələn, deyək ki, sezonlaşmayıb, təzə başlayır, qan təpərdir. Onu yığırıq, o təzyiqdən yanadır, qanı durulur, amma artıq da içmək olmaz da. Bir həftə içib ara verməlisiniz ki, artıq da içəndə insan cəhətinə ziyan eləyir. Bir həftədən artıq o çayın içmək ziyandır. Balın dadı mənə çox maraqlı gəldi, istəsəz. Çiçək tozu ilə verir. Çiçək tozu da çox maraqlıdır, heç sınamamışam. Toza qarşı allergiyaz yoxdur sizin? Xeyr. Yaxşı, onda verir. Şimdi balın dadına da bax. Çiçək tozunu da verin, min bir dərdin dərmanıdır bu da. Buyurun. Çox maraqlıdır dadı. Həqiqətən çox dadlıdır. Yəni, o çiçəklərin ətrini demək olar ki, almaq olur balda. Bir gündə 20 fərqli çiçəklərin tozundan yığır ki, bunu anasının balasını yesin, bir də arı südünü bundan alır. Ben tezdən arı məhsulları maksimum ac qarına istifadə etmək lazımdır. Çünki birbaşa qanla qarışdığına görə. Bir də ki, bu immunitet gücləndirir, şəkərə xeyirdir, D vitamini, uşaqlarda zehin artımı çox güclü bir qidadır. Gündə bir çay qaşığından artığı da olmaz. Boğazı yandırır istəyirik. Bir də arı məhsulların maksimum dərəcədə isti çayla içmək olmaz, çünki o keyfiyyətini öldürür. Belə dəyərli izləyicilər, bu gördüyünüz məhsullar həm yerli dadı tanımaq, həm də təbiətdən pay aparmaq imkanı yaradır.